Salam dəyərli izləyicilər. Bu gün sizə Infinity hovuzun tikilmə prosesini göstəririk. Demək, cilozlar qoyulub, burada iki tərəfli qəlib yığılıb. Bura daşan hissədir. Burada isə xırda depo kimi su deposu olacaq. Buradan götürəcək suyu motorxanaya. Motorxanadan motor vasitəsilə 6 dənə jetdən vuracaq suyu içəri. Demək, cütqat setkadır və Bakustilin 12-lik almatru ilə yığılıb. Betonda 400 marka betondur. İndi yuxarıdan da sizə görüntünü göstərəcəm. Burada belə bir gözəl mənzərəmiz var. Bir də belə bir gözəl mənzərəmiz var. Orada ustalar işləyir. Burada motorxana olacaq. Burada əlavə ev üçün su deposu tikmişik. Boru xəttləridir. Burada da daşan hissədir. İnşallah davamlı şəkildə prosesi sizə göstərəcəyik. Sağ olun, var olun.